Salam aleyküm Natiq usta. Aleyküm salam kardeşim. Sizler için dostlar bu günlerin çok qeyri-adi bir yemek hazırlayacağım. 2 adet kartuşkadan. Çok sade ve çok güzel bir yemek. Dostlar bir tane yumurtamı götürürəm ben. Qaba sındırıram qəşəngcənə. Dostlar bir tane yumurtamı qəşəngcənə qarışdırıram. Dostlar 2 tane kartuşkamı, bişmiş kartuşkamı əlavə edirəm qabın içərisinə. Qəşəngcənə bunu əzirəm. Qəşəngcənə. Dostlar çok güzel ve qəşəng bir resept hazır. Dostlar zövqə görə duz, sarı kök, pul biber ve 2 qaşıq un. 2 kartoşka, 2 qaşıq un əlavə edirik. Dostlar qəşəngcənə qarışdırırıq bunu. Bir-birinə qəşəng oturdururuq. Dostlar bakın yumru eləyirəm, yumru. Bakın çok güzel lokum bir vəziyyətdə alınacaq inşallah. Bak arasını səliqəli şəkildə deşirəm. Bakın. Bak. Dostlar kartuşkalarımızı tam bu vəziyyətə gətirəndən sonra ketçupumuzu əlavə edirik. Qeyri-adi. Dostlar ketçupumuzu əlavə etdikdən sonra qəşəngcənə ağzını bükürük. Dostlar bakın ağzı bağlanandan sonra qəşəng əlimcə yumurlayıram. Bakın. Dostlar yumurtamızın içine əlavə edirəm. Qəşəngcənə yumurtamız çəkir canına. Sonra suxarikimizə qəşəng batırıram. Qəşəng oturur canına. Dostlar isitdiyim tavaya əlavə edirik. Bakın gözəl gör nə qəşəng içini. Dostlar bakın görün necə bir qəşəng vəziyyətdə qızardı. Bakın siz Allah. Dostlar bakın görün necə bir ideallı vəziyyətdədir. Dostlar görün necə bir vəziyyətdə alınır. Xırça-xırç bakın. Məni çək. İnşallah Fəxri ustamızın kanalına abunə olun, takip atın. Belə gözəl reseptlər gəlsin. İyi dəli eləyir də məni konkret. Yokum.